Salam, hər vaxtınız xeyir olsun əziz şahidlərimiz. 9 mart 2026-cı ildə 11-ci siniflər üçün keçirilmiş buraxılış imtahan riyaziyyat suallarının izahlarına baxırıq. İlk sualımız belədir ki, ifadənin qiymətini hesablayın. Edəcəyimiz kvadratlar fərqinin açılışını yazmaqdır. 828-dən çıxırıq 72-ni 756 eləyir. Bir dəfə də toplayırıq 900, bölürük 378-ə. Sadələşdirib ixtisarımızı aparsaq doğru cavabımız 1800 edir. C variantı. Növbəti sualımız ədəd silsiləsində silsilə fərqini tapın deyir. Silsilə fərqini tapmaq üçün surətdə verilən hədlərin fərqini, yəni 28 minus 58, məxrəcdə isə deməli 28 minus 13 yazırıq. Surət mənfi 30, məxrəc 15, sadələşdirsək doğru cavabımız mənfi 2 edir. Sonra ifadəsini hasıl şəklində göstərin deyir. Kosinüs 38-i sinus 52 yazmaq olar. Sonra kosinüs 18-i isə sinus, kosinüslər düstur ilə də yaza bilərsiniz, sinuslar düstur ilə də yaza bilərsiniz. Deməli, edəcəyimiz 90-dan 18-i çıxırıq 72 dərəcə. Sinuslar qaydasına görə 2 vurulsun sinus, bir dəfə toplayıb 2-yə bölürük. 72 ilə 52-ni toplayırıq, bölürük 2-yə 62 dərəcə. Sonra digəri isə kosinus çıxıb 2-yə bölürük. 72-dən çıxırıq 52, 20, 10 dərəcə. Sinus 62-ni kosinus ifadəsi ilə də yazmaq olar. Deməli, 90-dan 62 çıxsaq, alınacaq 28 dərəcə. 2 kosinus 28, kosinus 10 dərəcə. D variantı. ABC üçbucağında M-in AC-yə paralel, AC-nin qiymətini 20 verib bizə. B-ni 8 verib, B-ni 8-dir. NC-nin qiyməti 17-dir. M-ni soruşur, X götürsək, oxşarlıq şərtinə görə balaca üçbucaqla böyük ümumi üçbucaq oxşardır. 8 bölünsün 17 plus 8, 25-ə, X bölünsün 20-yə. Buradan X-in qiymətini tapmaq üçün 8-i vurmalıyıq 20-yə, bölməliyik 25-ə. 6/4. A variantı. Prizmanın həcmi 120 hündürlüyü verib, oturacağın sahəsini tapmaq lazımdır. Prizmanın deməli, həcm düsturu S oturacaq vurulsun H-dır. Buradan oturacağın sahəsini tapanda deməli, həcmini bölürük, yəni 120-ni bölürük 8-ə. Doğru cavabımız 15. A variantı. Eni uzunluğu kalan düzbucağının perimetr düsturunu yazın. Perimetr olacaq 2 vurulsun 40 plus K-ya. Doğru cavabımız C variantı. Şərtini ötən n natural ədədlərinin sayını tapın. 23-dən sadəcə 17-ni çıxmaq lazımdır. 6. Sinifdə 24 şagird var. Bu şagirdlərin 2 növbətçisini necə müxtəlif üsulla seçmək olar? Kombinezon, deməli 24-dən 2. Edəcəyimiz 24 faktorial, məxrəcdə 22 faktorial, vurulsun 2 faktorial. Sadələşdirsə 23 vurulsun 24, məxrəc 2, bölsək 12, 12-ni vururuq 23-ə, 276. C variantı. 40% ifadəsinin qiymətinə bərabər olan ədədi tapın. Biz 4/5-i yazaq. 2-də 9 vurulsun, 1/3-də 2, 3-də 5 edir. Üzərinə gəl, 2/5. 9-u 5-ə vursaq edir 45, bölsək 6-ya 7/5. 7/5 ilə 2/5-i toplasaq, doğru cavabımız 10 eləyir. 40%-i 10 olan ədədi tapın deyir. 10-u 100-ə vurub 40-a bölmək lazımdır. 4 eləyir 25. E variantı. Şəkildə verilənlərə görə alfa bucağını tapın. Eyni qövsü söykəndiyinə görə bucaqlar bir-birinə bərabərdir. Sinus 60 dərəcə çıxsın, kosinus 30-un qiymətini tapın. Sinus 60 dərəcənin qiyməti, deməli, kök altında 3 bölü 2, kosinus 30 dərəcənin qiyməti kök altında 3 bölü 2 çıxsaq 0 alınır. İfadənin qiymətini tapın. Qüvvətləri bir-birinə vururuq. 2 üstü 2, cavab 4 edir. B variantı. Bərabərsinin ən kiçik həllini tapın. X-in qiyməti böyük bərabər olacaq 8 bölü -2, -4. -4-dən böyük bərabər həllini tapanda ən kiçik həllini tapın deyir. Ən kiçik həlli -4 olur. D variantı.
Konusun doğranı deməli 10 kök atdı 3-ə bərabər olub oturacaq müstəvisi ilə 30 dərəcəli bucaq əmələ gəlir. 30 dərəcə. Bu bucaq 30 dərəcədir. 10 kök altında 3-dür. Konusun oturacağının radiusunu tapın. Deməli, hündürlüyün qiyməti olacaq 10 kök atdı 3-ün yarısı 5 kök atdı 3. Sonra oturacağının radiusunu tapanda radiusun qiyməti isə olacaq 5 kök atdı 3 vur kök atdı 3, yəni 15. Bərabərsinin ən kiçik tam həllini tapın. 2 üstü x plus 3. Burada 3'ü ayırsaq olacaq 8 vur 2 üstü x. 6 vur 2 üstü x kiçikdir. 3 vur 3 üstü x minus 3 üstü x. Sadələşdirsək 2 vur 2 üstü x. 2 vur 3 üstü x. Deməli, ikiləri x-lar aparsaq 2 üstü x kiçik olacaq 3 üstü x-dan. Əsaslar ifadə böyük olduğuna görə x-in qiyməti 0-dan böyük qiymətlər alır. 0-a bərabər olduğu hallarda artıq bu ifadələrin qiymətləri bir-birinə bərabər olmalıdır. Müsbət istənilən qiymətində 2 üstü x 3 üstü x-dan kiçik olacaq. AB 2 rəqəmli ədədləri üçün natural ədəd olarsa, belə AB ədədləri arasında təsadüfən seçilmiş bir ədədin tək ədəd olması hadisəsinin ehtimalı tapın. Əgər kök altına salıb da yenə də natural ədəd alırsa, bu tam kvadrat ədədlərdir. Tam kvadrat ədədlərə biz baxsaq, ilk başlayır 2 rəqəmli 16, sonra 25, 36, sonra 49, 64, 81. Deməli 4-ün kvadratı 5-in, 6-nın, 7-nin, 8-in, 9-un kvadratı, 3-ün kvadratı 9 bir rəqəmlidir, 10-un kvadratı 3 rəqəmlidir. Deməli buradakı bizdən istəyir seçilmiş bir ədədin tək ədəd olması hadisəsinin ehtimalını tapın. Deməli edəcəyimiz nədir? 25 təkdir, 49 təkdir, 81 təkdir, 3 dənəsi təkdir. Tək olması hadisəsi. Amma ümumi ədədlərin sayı 1, 2, 3, 4, 5, 6. 6-da 3, 2-də 1, yəni 0,5. İfadəsinin qiymətini hesablamağı bizə deyir. Loqaritma 81 9-un kvadratıdır. 2 qarşıya çıxacaq, məxrəcdə yazılacaq. 8 2-nin kubudur. 3 qarşıya çıxacaq, məxrəcdə. Loqaritma 9 əsasdan 32 2 üstü 5 deyib 5-i qarşıya çıxardırıq. Deməli bunları ixtisar aparsaq 2-də 3-ü bölməliyik 5-ə, yəni 10-da 3 0,3 edir. X mənfi 0,4 olarsa ifadəsinin qiymətini tapın deyir. Mənfi 0,4 10 vurulsun. Deməli 10-da 4-də kvadratı 100-də 16 eləyəcək. Çıxılsın. 5 vurulsun. Modulda yazsaq elə 10-da 4 alınır. Vurulsun 10-da 4. Üzərinə əlavə edirik 3. Onları ixtisar aparsaq 10-da 16 yəni 1,6 çıxılsın. 5 4-ün 20 10-a bölsək 2 eləyir. Üzərinə 3 gəlsək deməli, cavabı hesablasaq 1,6-dan çıxmalıyıq 2, üzərinə əlavə etməliyik 3. 2,6. Aralarındakı məsafə 34 km olan AB məntəqələrindən velosipedçi və piyada eyni zamanda qarşı-qarşıya hərəkətə başladı. A-dan hərəkətə başlayan velosipedçinin sürəti piyadanın sürətindən 8 km/saat çoxdur. Deməli, qeyd edək bunları. A və B nöqtələri. Aralarındakı məsafə 34 km-dir. Velosipedçi və piyada eyni zamanda qarşı-qarşıya hərəkətə başladı. A-dan hərəkətə başlayan velosipedçinin sürəti piyadanın sürətindən 8 km/saat çoxdur. X götürsək, daha doğrusu x plus 8, digərini x götürsək. Sürətləri qeyd elədik. Velosipedçisi A-dan 24 km məsafədə olan C nöqtəsinə piyadadan 0,5 saat tez çatarsa. Burada daxildə bir C nöqtəsi götürürük. A-dan 24 km. Burası 24-dür. Deməli, digəri 10 km-dir. 0,5 saat tez çatarsa piyadanın sürətini tapın. Piyadanın x-in qiymətini tapmaq lazımdır. İndi edəcəyimiz nədir? 0,5 saat tez çatarsa, yəni 30 dəqiqə tez çatarsa, bunu elə 0,5 götürək. Bunların arasındakı saat fərqi. 24-ü bölürük x plus 8-ə.
24'ü böl x plus 8'e görə listəyə müddətə gedib. Digərində isə 10'u böləcəm x-a və bunları çıxanda doğru cavabımız 2'də 1 olacaq və yaxud da 0,1 şeylə 2'də 1 yaza bilərik. Əlavə bir şərt verməyib piyadanın sürətini soruşur. Sadələşdirsək, deməli məxrəc olacaq x vurulsun x plus 8, sonra 24x minus 10x minus 80 bərabər 2'də 1. 24x də var. 24x-dən 12 çıxsaq 14x, 2'yə vursaq 28x minus 160 bərabər x kvadrat plus 8x. Sonra x kvadrat minus 20x plus 160 bərabər 0. Hasili 160 cəmi 20 olan ədədlər. Diqqət edək. 160 deməli 20 vurulsun 8'dir. 10 vurulsun 16 olmaz. 8, 12. Deməli 160'ı sadə vurğulara ayırsaq olacaq 4, 4, 16, 2, 5. 32, 5 olmaz. 10, 44 olmaz. Bir də parçalasaq 2, 2 vurulsun 2 vurulsun 2 vurulsun 5. Deməli 16, 10. Diqqət edək bir də 28 mənfi 20. Deməli alınan məsafə 34 km. AB məntəqə velosipedçi piyada eyni zamanda qarşı-qarşıya hərəkətə başladı. Sonra velosipedin sürəti piyadanın sürətinə 8 km/saat çoxdur. Velosipedin sürəti piyadanın kilometrindən. Velosipedçi A-dan 24 km məsafədən C nöqtəsinə piyadadan 0,5 saat tez çatarsa 10 bölü x vaxtı tapırıq. Digərində də x çıxsaq 0,5 alınır. Diqqət edək bir də 24x minus 10x minus 80 x vur x plus 8 14, 28x minus 160 8x x kvadrat minus 20x plus 160. Bir də diqqət edək. Aralarındakı məsafə 34 km olan AB nöqtələrində velosipedçi piyada eyni zamanda qarşı-qarşıya hərəkətə başladı. A-dan hərəkətə başlayan velosipedçinin sürəti piyadanın sürətindən 8 km/saat çoxdur. Velosipedçi A-dan 24 km məsafədə olan C nöqtəsinə piyadadan deməli suallara davam edək. 80 sualda deməli 24 nəfərdən ibarət işçi qrupunda olan qadınların yaşlarının ədəd ortası 21, kişilərin yaşlarının ədəd ortası isə 29-dur. Bütün kişilərin yaşlarının ədəd ortası 26 olarsa neçə nəfər kişi iştirak edir? İnşallah bu suala sonda bir də qayıdıb təkrar baxarıq. Bizdə deməli etdiyimiz izahları bir də təkrardan baxarıq. Görək nəyi yanlış etmişik ki, kökləri təyin etməkdə qiymətlər alınmadı. Deməli, bizə verdiyi sual belədir. 24 nəfərdən ibarət işçi qrupunda olan qadınların yaşlarının ədəd ortası 21. Deməli, qadınların yaşlarının ədəd ortası kişilərin. Qadınları A götürsək, kişiləri B götürsək,
A ilə B-nin cəmi bizə verəcək 24. Sonra əlavə nədir? Qadınların yaşlarının ədəd ortası. Deməli, qadınların yaşlarının ədəd ortasını tapanda kişilərin yaşlarının ədəd ortası 29. Bütün kişilərin ədəd ortası. Qadınların yaşlarının cəmi x olsun. X-in qiyməti olacaq. Deməli, 21 vurulsun A-ya. Kişilərin yaşlarının ədəd ortası isə, daha doğrusu cəmi isə olacaq 29 vurulsun B-yə. 29 vurulsun B-yə. Bunların bütün işçilərin yaşlarının ədəd ortası 26 olarsa, biz x ilə y-i toplayıb, yəni 21A üzərinə əlavə edirik 29B-ni toplayıb A plus B sayına, yəni 24-ə bölsək, cavabımız olacaq 26. Bu ifadəni sadələşdirək. Edəcəyimiz nədir? Burada 24-ü vururuq 26-ya. 621A plus 29B bərabərdir 624-ə. Amma bizə verib ki, A plus B-nin cəmi isə 24-ə bərabərdir. Bizdən istədiyi nədir? Qrupda neçə nəfər kişi var? Kişilərin sayını biz B ilə ifadə eləmişik. Deməli, B-nin qiymətini tapmalıyıq. A-nın qiymətini sıfırlayaq. 24 vurulsun 21. Deməli, buradan 6 çıxsa, 29B-dən 21B çıxanda 8B eləyir. Sonra edəcəyimiz 624-dən bu ifadə 24-ü 21-ə vuranda 504 alınır. 624-dən çıxırıq 504-ü 120. B-nin qiyməti olacaq 15. Sonra funksiyanın qrafiki verilmişdir. AC BC-yə perpendikulyardır. CO-nun qiyməti 5-ə bərabərdir. CO-nun qiyməti. Deməli, hündürlüyümüz 5-ə bərabərdir. Sonra A10-u x götürsək, BO məsafəsi 25x-dir. Sonra parabolanın təpə nöqtəsinin apsisini tapın. Deməli, təpə nöqtəsinin apsisini tapa bilmək üçün bizdə ASB düzbucaqlı üstbucaqda hündürlüyün kvadratı, 5-in kvadratı 25 bərabərdir. Böldüyü parçaların hasillərinə x vurulsun 25 x-a. 25-ləri x-lara aparsa, x-in kvadratı olacaq 1, x-in qiyməti olacaq plus minus 1. Deməli, A-nın koordinatı -1-dir. B-nin koordinatı isə 25 vurulsun. Sağda yerləşdiyinə görə müsbət 1 olur, yəni 25 olur. Qeyd olunur, 25. Bizdən istədiyi nədir? Funksiyasının qrafiki verilmişdir. Parabolanın təpə nöqtəsinin apsisini tapın. Təpə nöqtəsinin apsisini tapmaq üçün -1 ilə 25-i toplayıb 2-yə bölmək lazımdır. 24 2-yə bölsək doğru cavabımız 12 edir. Alfa betdə uyğun tərəfləri paylı olan müxtəlif adlı, alfa və qamma isə uyğun tərəfləri paylı olan eyni adlı bucaqlardır. Müxtəlif adlı deyirsə, deməli alfa ilə bettanın cəmi 180-dir. Alfa, qamma ilə fi isə uyğun tərəfləri eyni adlı bucaqlardır. Ona görə qamma ilə fi də bir-birinə bərabərdir. Qammanın dərəcə ölçüsü alfanın dərəcə ölçüsündən 20% az olarsa, qammanın dərəcə ölçüsü deməli bu bərabər olacaq. Alfanın ölçüsündən 20% az. 20% alt, yəni 0,8 alfa. Finin dərəcə ölçüsü bettanın dərəcə ölçüsündən 20% çox olarsa, yəni 1,2 betta olarsa, alfa bettanın hər birinin dərəcə ölçüsünü tapın. Bu ifadəni sadələşdirsək, deməli 12-ni 8-ə bölə bilərik. 12-ni 8-ə bölsək, burada vergülləri sadələşdiririk. 12-ni 8-ə bölsək, olur 1,5. Alfa bərabər 1,5 betta. Sonra cəmini 180 şərtinə görə 2,5 bettanın qiyməti olacaq 180 dərəcə. Sonra 180 dərəcəni bölürük 2,5-ə, olur 72. Bettanın qiyməti 72. Alfanın qiyməti 108 dərəcə. ABC üçbucağında bucaq C 90 dərəcədir.
Sonra AD tən böləndi. Sonra CD-nin qiyməti. CD-nin qiyməti bizə verib ki, 2,4-dür. AB-nin qiyməti 8,5. 8,5 olsa ABD üçbucağının sahəsini tapın. Deməli 8,5-dirsə diqqət edək. 2,4 burası olacaq 2,4x. Sonra digərdə olacaq 8,5 bölünsün x. Üçbucağının sahəsini tapın. AD təminən üçüncü. Sonra CD-nin qiyməti 2,4. ABD üçbucağın. Deməli, tənbölün xəssəsinə görə də hesablaya bilərik. Tənbölün xəssəsinə görə hesablasaq nə alırıq? Diqqət edək. ABC üçbucağının bucaq hissi 90 dərəcə. AD tənbölən CD 24. 2,4. AB-nin uzunluğu 8,5. Gəlin bax, 2,4-ün x-in kvadratı olacaq. Deməli 8,5-in kvadratına bərabərdir. Çox mürəkkəb görsənir. AB 8,5 olarsa AD tən böləndi. Yazaq x CB-ni tapa, x məxrəcdə olacaq 2,4x üstəgəl 8,5 bərabər olacaq nə? Daha doğrusu bu ifadənin kvadratını tapırıq. Üstlərinə əlavə edirik 2,4x-in kvadratına bərabər olur 8,5. 8,5-in kvadratına. Deməli, sadələşdirəndə nə alınacaq? 2,4x-in 2,4x üstəgəl 8,5-in kvadratı üstəgəl 2,4x-in kvadratı bərabər 8,5-in kvadratı. Çox mürəkkəb bir suala bənzəyir. Məxrəcimizdə yenə də x var. Kvadrata hissəsə vursaq 4 dərəcəli tənliyə gedir. Olsun yazaq. Deməli olacaq 2,4x-in kvadratı plus 4,8x vurulsun 8,5 8,5 sonra üzərinə gəl 8,5-in kvadratı üzərinə əlavə edirik. Deməli 2,4 bizə verəcək 5,76 5,76 x-in kvadratı bir dəfə də x-in kvadratına vururuq. Bərabər olur 8,5 kvadrat x-in kvadratı. Sonra sadələşdirsək burada x kvadratlara bir t desək x kvadratı t desək olacaq 5,76 t üstə əlavə edirik. 4,8-i vuraq 8,5-ə 40 tam
10'da 8 kök 6 olur. Üzərinə əlavə edirik 5,76 t kvadrat. Şöyle çox mürəkkəb bir həll yoluna bənzəyir. ABC üçbucağında bucaq C 90 dərəcədir. AD tən böləndi. Bizdən istədiyi nədir? AB-nin qiyməti 8,5. ABD üçbucağının ABD üçbucağının sahəsini tapmaq. ABD üçbucağının sahəsini tapanda hündürüyə vurub yarıya bölə bilərik. Üzrü sayın uşaqlar, bir qədər uzun yolla getməyə çalışmışıq. Sadələşdirəndə nə alarıq? Deməli, ABD-nin sahəsi olacaq 8,5 böl x vur 2,4 x böl 2. Bu şəkildə hesablanır. Yəni, körbucaqlı üçbucaqdır. Körbucaqlı üçbucağın sahəsini tapanda nə edirik? Oturacaq ilə hündürlüyü bir-birinə vurub yarıya bölürük. 2,4'ü sözsüz ki, burada x-lar ixtisar olur. 2,4'ü vururuq 8,5'ə bölürük 2'yə. Doğru cavabımız 10,2 edir. Nöqtələri birləşdən parçanın orta nöqtəsi absisoxunun mənfi hissəsi üzərində olarsa, deməli, absisoxu üzərində yerləşirsə, y-in qiyməti 0'dır. Y-in qiyməti 0 isə nə alırıq? Alırıq ki, k-nın kvadratı üstə gəl 32 minus 12k böl 2 bərabər 0. Sözsüz ki, buradan nə alırıq? K-nın kvadratı minus 12k üzərinə əlavə edirik 32 bərabər 0. Burada hasilləri nə olacaq? 32 olacaq, cəmi 12 olacaq. O da 8-dən 4. Deməli, bunu qeyd eləyək 8-dən 4. 8 və 4. İndi bizə lazım olan nədir? Absisoxunun mənfi üzərində yerləşirsə, biz ikincini sadələşdirəndə artıq x-in qiymətini mənfi ədəd almalıyıq. K kvadrat minus 4k minus 12 üzərinə gəlir 4k. Burada minus 4k'lar islah olacaq 0. K-nın kvadratı minus 12 böl 2 olacaq mənfi. Mənfi olacaq. K-nın yerinə 8 yazsaq kvadratı 64 çıxıb bölsək müsbət eləyir. 8 qiyməti ödəmir. Amma K-nın yerinə 4 yazsaq, diqqət eləyək. Kvadratı 16 bölsək, bu da müsbət verir bizə. Nöqtəni birləşdirən parçanın orta nöqtəsi absisoxunun mənfi hissəsi üzərində olarsa, K-nı tapın. Üzərində olarsa. Deməli, y-in qiyməti 0 olmalıdır. Minus 32. Burada plus olur. Burada plus olacaq. Çıxdığımıza görə toplamalıyıq. Bir dəqiqə, üzrü sayın. Toplayıb 2'ye bölürük. Burada düzdür. Biz bu hissədə yanlışlıq elədik. Deməli, nə edirik? K-nın kvadratı minus 4k üzərinə gəlir bu ifadə nə olur? K-nın kvadratı minus 4k minus 12 plus 12 minus 4k eləcə minus 8k plus 12 bölünsün 2. Deməli, bu ifadə mənfi olmalıdır. Mənfi olanda hasili 12 cəmi 8 10 ədədlər. 6 ilə 2-dir. 6 ilə 2. 2 ilə 6 arasında yerləşən ədəd olmalıdır. Böyük ehtimal ki 4 alınır. 8 qiymətini alınsa 8-in kvadratı 64. 64 0 müsbət qiymət eləyir. 4 qiymətini yazanda isə K-nın yerinə. K-nın kvadratı 4-ün kvadratı 16. Çıxsaq 32. O da 12. 28 mənfi edəcək. Deməli, burada K-nın qiyməti olacaq 4-ə bərabər. Edəcəyimiz nə oldu? Bizə verilən həmin ifadəni sadələşdirdik. Sadələşdirəndə aldıq ki, deməli, y-lərin qiyməti 0 olmalıdır. Amma x-in qiyməti isə y-in mənfi qiyməti üzərindədir. Ona görə x-in qəymətini mənfi götürməliyik. Oradan da k-nın qiymətini yerinə yazıb hesablayanda bizə doğru cavab olaraq verir ki, 8 ilə 4 içərisindən 8 götürə bilmərik, 4 qiymətini götürürük və tapırıq ki, doğru cavabımız
4-ə bərabərdir. Növbəti sualımıza baxırıq. Euler-Venn diaqramında AB çoxluqlarının elementlərinin sayı verilmişdir. Kəsişməsinin sayı fərqinin sayından. Kəsişməsinin sayına baxaq. Kəsişməsində 3x plus 4-dür. 3x plus 4-dür. Sonra isə böyükdür BA fərqindən. O da 19 minus 2x verir. 3x-dan 2x sola keçəndə toplayırıq. 5x olur. 19-dan 4 çıxaq 15 eləyir. X-in qiyməti olacaq 3-dən böyük. X-in qiyməti 3-dən böyüksə nə istəyir? AB fərqinin, yəni 2x plus 5-in ala biləcəyi ən kiçik və ən böyük qiymətlərin cəmini tapın. Sözsüz ki, burada 19 minus 2x ifadəsi də müsbət qiymət olmalıdır. Çünki sayı bildirir. Buradan 2x olacaq 19-dan kiçik, x-in qiyməti olacaq 9,5-dən kiçik. Ən kiçik bir qiymətlərin cəmini tapın. Deməli, edəcəyimiz nədir? Burada 2x plus hesablasaq, 2x plus 5 ifadəsi üçün bunları yerinə yazıb hesablayaq. Olacaq. 2-yə vursaq 2x olacaq 19, üzərinə 5 gəlsə 2x plus 5 kiçik olacaq 24-dən. 24-dən kiçik ən böyük ədəd 23-dür. Deməli, ala biləcək ən böyük qiymət 23-dür. Bir bu. Sonra ən kiçik qiymətini soruşur. 2x böyük olacaq 6-dan, 2x plus 5 isə böyük olacaq 11-dən. 11-dən böyük ən kiçik qiymət də 12-dir. İkincinə qeyd edək. Sonra isə bizdən bunların cəmini istəyir. 23 ilə 12-nin cəmi 35. Sonuncu sualımızın cavabı 35-dir. Qaydaq bizim biraz əvvəl yarım qalmış sualımıza. Deməli, 79-cu sualda. Aralarındakı məsafəni verib, ...34 kilometr AB məntəqələri arasında velosipedçi piyada yola düşür. Diqqət edək suala. Deməli, velosipedçi A-dan 24 km məsafədə olan C nöqtəsinə piyadadan 0,5 saat tez çatır. Burada tənliyi bir də quraq. Tənliyi quranda nə alarıq? Deməli, x plus 8 bu ifadələr olduğu kimi yerindədir. Bizim edəcəyimiz əlavə olaraq tənlikdə düzəliş etməkdir. Tənlikdə düzəliş edəndə nə alırıq? Deməli, 24-ü bölürük x plus 8-ə. x-ə bölürük. Çünki burada gec çatan piyadadır. Piyada daha zəif yeriyir, yəni sürəti zəifdir. Ona görə 24 bölü x yazırıq. Velosipedçinin sürətin zamanın çıxanda artıq müsbət qiymət alınmalıdır. Biz bunu biraz əvvəl diqqət eləməmişik. Və hər ikisi də eyni məsafədə x plus 8 ilə hesablayaq. 2-də 1. Velosipedi A-dan 24 km məsafədə olan C nöqtəsindən piyadadan 0,5 saat tez çatarsa. Bunu yazıb həll edək. Cavabımıza baxaq, görə cavabımızda nə alınır?
Məxrəcləri bir-birinə vururuq. X vur x plus 8. Sürətlə sadələşdirsək 24x plus 24-ü 8-ə vursaq 160, 192 eləyir. Çıxırıq 24x-i bərabər olur 2-də 1-ə. 24x-ları islah eləsək 0, x-in kvadratı plus 8x. 2-ni 192-yə vurub sola keçsək 2 vur 192 olur. Sonra sadələşdirsək 2-ni 192-yə vuranda 384 0. Hasili 384 cəmi 8 eləməlidir. Bu ədədlər də deməli hasili 384 cəmi isə -8 eləməlidir. Axtaraq həmin ədədləri görək. 384-ü hesablasaq 24 -24 bir də 16 vursaq -384 toplasaq -8 mənfi qiymət götürə bilmərik. Deməli bizdən istədiyi nə idi? Piyadanın sürəti ilə x-in qiymətini tapmaq lazımdır. X-in də qiyməti elə 16-ya bərabərdir.